Nəriman Məmmədovun 75 yaşında, 18 oktyabr 2026. Təşəbbüs, bugünkü təşəbbüs Fərəməzdən gəldi. Çoxdan arzu eləyirdi ki, Nəriman müəllim evinə gedək, görüşək. Qismət bugünəymiş ki, bugün sizin 75 En yaşınız. azından ev kaldı. Heç olmasa. 75 yaşınıza təsadüf elədi. Bugün bizim gəlişimiz. Güzel gündü, güzel. Yəni sizi sevən o qədərdir ki, 3 döl, 5 döl təşkil olunsa bir ən azı 200-300 uşaq var ki, sizin şagirdləriniz, hamısı sizi görmək istəyir. 75 yaşa asan gəlməyibsiniz. İndi biz köhnə kişilər kənddə hamı deyirdi Vəli müəllimin ocağı, Vəli müəllimin ocağı. Həqiqətən ocaq ona görə ocaq idi ki, Vəli müəllim yeganə adam idi ki, Xalsada öz ailəsində 2 oğlu ilə birlikdə dərs demişdi, 3 övladı ilə. Özü də köhnə dövrdə, Xalsa kənd orta məktəbində. Vəli müəllim mənim anama dərs demişdi, həmişə xoş xatırlayırdı. Allah qismət elədi, bu son illər bir dəfə, 2 dəfə, çox qısa müddətdə Vəli müəllimlə həm söhbət oldum, mənim yaddaşımda həqiqətən dərin iz buraxdı. İndi peşmanam ki, kaş onunla daha çox vaxt ayırıb söhbət eləyə bilərdim. Nəriman müəllim mənim sinif rəhbərim olub 7 il ərzində. Ancaq 7 il ərzində təkcə müəllim kimi yox, böyük kimi, ağsaqqal kimi, tövsiyə verici kimi müstəsna əhəmiyyəti var həyatımızda. Və üstəlik də biz artıq yaşımız məktəbi qutarandan sonra Füzulidə gəldik, bir yerdə olduq. Belə deyək də, eyni dərdi, o köçkünlük dərdini Füzulidə o 7-8 ailənin içində birlikdə daşımışıq. Və bu da bəs eləmədi. Füzulidən köçkün düşəndə o dövrdə Nəriman müəllim yenə qucaq açdı. Tövsiyə elədi ki, Füzulidə qalma, gəl Bakıya, gəldi, sağ olsun. Telman müəllimin də onda hamıya əl tutan vaxtları idi. 10 nəfərə, 15 nəfərə assosiasiya, şirkət, kredit verən vaxtları idi. Birlikdə işlədik 2 ilmi, 3 ilmi. Mən güman eləyirəm ki, məndən nə Nəriman müəllim, nə Telman müəllim incik qalmayıbdı. Sonra həyatımız, yollarımız ayrıldı. Ancaq bir müəllim kimi, bir ağsaqqal kimi həmişə mənim nəzərimdə ən xoş xatirələrlə, ən xoş münasibətlə yadımda qalıbdır. İndi ailə üzvləri hamısıyla xüsusi münasibətimiz var. Dedim Nəriman müəllim, Telman müəllim və bu günə də 75 yaş. Biz aşağıdan baxanda 75 böyük görünür. Ancaq həqiqətən də böyükdür. Çünki bu böyüklük də öz-özünə gəlməyib. Nəriman müəllim həm də bizim Xalisə kənd məktəb tarixində, ailələrin tarixində tək-tək ailələr var ki, bütün övladlarına təhsil verib və liderlər var bu sahədə. Tutaq ki, Qətbə müəllimgildir, bütün övladları Cəlaldaydı, Vaqifdir, Heydərov və o cümlədən Nəriman Məmmədov bütün övladlarına ali təhsil verib, ev-eşik yiyəsi eləyib və bugün də necə bizim kənddə dediyimiz kimi böyük bir təsərrüfatın başçısıdır. Allah Nasiyə bacıya ömür versin, övladlarını, nəvələrini qorusun. Biz də bura əliboş gəlmişik əslində. Biz sadəcə çay içməyə gəlmişdik Nəriman müəllim. Allah həmişə sənin süfrəndə təkcə 75 yaşına əlaqəli yox. 2 gün bundan qabaq var idi, 2 gün keçəcək. Ancaq mən arzu eləyirəm ki, sizi sevənlər, sizi xoşlayanlar, sizi görmək istəyənlər həyatınızın istənilən anında sizi belə şad, xürrəm, sizi sevən əhali ilə, övladlarla bir yerdə görsün. Təbrik eləyirəm. 75 yaşınız mübarək olsun. Yenə də tək öz adımdan yox, sizin dərs dediyiniz, sizə dərs deyən, dediyiniz bütün şagirdlər, sizi sevənlər adından mən sizi təbrik edirəm. Səni səmimi qəlbdən doğum günü, 75 ilini, yubiley gününü təbrik edirik. Sənə Allah'tan uzun ömür, can sağlığı, yenə can sağlığı arzudur ki, bu dünyada insana qalan əsas can sağlığıdır ki, can sağlığı olsa hər şey olar. Var dövlət də olar, bərəkət də olar, ailə saadəti də olar.
Sən sağ olun müəllim. Allah ömrünü uzun eləsin, can sağlığı. Sağ olun. Sağ ol. Düz yaşa, sağlam yaşa. Sağlığın əlamətlərindən biri də ətraf mühitdir. Elədir, bəli. İnsanı yaşadan ətrafdakı insanlar ona stimul verirlər, ona ruh verirlər. Bəli. Yəni onu yaşamağa sövq edirlər. Əsas məsələ də odur. O da var sizdə İnsan ki inşallah. unuduldu, insan ki yadda qalmadı, o özünü elədir ki, həyatdan yox kimi bir istəyir. Əsas məsələ də var. ətraf. Var ikən Sağ olun. sağ olun. Allah can sağ olun. Sağ olun. Deyilən sağ olun. Deyilən sağ olun. Sağ olun. Hə, Bu bütün sağlıklar Nail Gəncəvi sizindir. Mən də özümü biləndən, özümü qanandan və sizin ailənin istəyi olmuşam. Yəni hörmətinizi saxlayan olmuşam. Bu günə qədər. İndi bu sizin yubileyinizdir. Sizə müfərəməz 100 deyədə bir 5-10 ildə artırmam niyə yaşamısınız? Sağlam olandan sonra yaşamaq olar. Sizə yenə can sağlığı arzu edirəm. Sağ olun. Sağlam yaşa. Allah razı olsun. Sağ olun. Sağ olun. Deyilən sağ olun. Muşallah. sağ ol Üfqar, yaxşı dedim. Sağ olun. Belə günlər, şu xəstəliklərdən, nə bilim, o xətadan qaladan həmişə uzaq olasın. Amin. Sən sağ olmasın. Beləncə, qohum əqrəba, dost tanış, iş yoldaşları, nə bilim, tələbələrin, şagirdlərin başından əski olmasın. Sən sağ olmasın. Yoldaşlarımla 6 illərin 15-i, Hə, evdə də 18. Metrikada 15 yapmır. deyəm, onlarla qeyd eləmişsən, deyəm, xəbərim var. Yəni, sən sağ olmasın. Növbəti sağlıq, yəqin ki, Bilal müəllim. Bilal müəllim, hoş geldin. Arşın yok da ama. Təbriklər, göz aydınlığı. Nərman müəllim, həmişə belə ailənin başında, nəvələrin əhatəsində olasın. Təbrik edirik. Hadi bütün günler. Ameliyetin yaşamaları olsun. Sağ ol, təbriklər. Sizə də borc olsun, ay Telman müəllim. Yusuf gelin buraya. Artık. Nişan nerede? Sen gel. Sen hiç baban Yoğurursun değil mi? Ne kadar pul yazdırasan ne? 5 tane. Mahnı kim oxuyacaq? Nəvələri birləşib deyə oxumurlar. Hazırlıqdan var. Mahnını kim Yaxşı dostum, yaxşı yoldaşdır. Mən elə bilirəm, mənim aləmimdə. Allah sana can sağlığı versin. Allah verəmən bir sağlam yaşayın. Həmişə ətrafında dostlar olsun. Daha bir dərdim var, onu götürürsən. Ola bilər. İndiyə qədər. Bağışlamağa bazar.
O yaş kasır. Onda da doymuşsan, ona göre doymuşsan ki. Bir əmrim uşaqdır, 5 yaşında uşaqdır. Gözəl xasiyyət. Hamıya hörmət edirəm, heç kim yarı yolda düşüb. İstik eləmə əlimdən gəlmir, amma dönüklüyü heç vaxt bağışlayamır. Gözəl xasiyyət. Biz çalışarıq Allah Həyatı boyu bir addım iləri gəlirsən, sənə mən 3 addım gələcəm, söhbət yoxdur. Amma sən bu 3 addımı dayandırır, mənə vasitələr görürsən, elə, mən səni bağışlaya bilmərəm. Bir nəfər var, ömrüm boyu, bircə nəfər var ki, mən onu bağışlaya bilmərəm. Bir yerdə sənət öyrədə getmişsin. Bir yerdə ortasız deyilmişsin. Evimiz elədi ki, biz onu gəlmişsin. Ama nədən sən belə bir dönüklük çıxdın, birdən-birə çevrildi? Sən məni bağışlaya bilmərsən. Mən bildim o bir nəfər kimdir. Təxminən mən də bildim. Düz eləyir. Sağ ol, sizin sağlığınız olsun. Bugündən nə var? Sağ ol, yaxşı dedin, sağ ol. Allah sənə güvəncə versin, əmən olum. Allah sənə şan sağlığı bilər. Səni deyilən sağlıqlar, sağ ol. Sizin manınızda, sizin için manınızda. Sizin alemin sağlığınız. Senin kardeşlerinin sağlığı. Allah'ım sizin Sağ ol, sağlığı. Erdoğan. Sağ ol. Allah'ım sana can sağlığı versin. Güzel nimet. Mən elim verir. Sağ ol. Bacılarla kürəkənləri də əlavə elə bitsin. Hadi cəm elədim də. Cəm edin. Mən də onların içindəyim də. Öz sağlığına. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. 75 yaş nətər gəldi, necə getdi? 75 yaş belə gəlir, belə də gedir. Heç xəbərmir. Amma ki, nəzər salırsan tarixə, yaşadığın dövrə, deyirsən, gör, mən nə vaxtdan nə vaxa qədər yaşamışam, nə vaxtdan nə vaxa qədər. Plandirovkadan qabaq, bizim qonşuluqda Suriyadan gəlmiş ermənilər vardı. Benol Yevuz. Mən Ləfqından danışıram, deyirəm ki, onların bir qızı vardı, sən onu tanırdın. Deyir, yox, kimidir ki? Deyirəm, Tahtir İsmail'sin arvadı. Adı nə idi? Deyirəm, adı Narsik. Hə, deyir ki, bəs deyirsən, yaddaşı bitirdi. Sən gör, neçənci ili, 70 il bundan qabağı adamların adı yadında. Dedim, mənə yadımdadır, amma o vaxt deyirəm, Polyan dədəsi Nəcət Hüseyni Teyoğunun başındadır. Teyoğ götür, gəl Sumbatın yanına ki, aslında olsan bunlar olmuşu yeyirsiniz, dala bunu yer, mən dirisini. Bunlar olmuşu yeyirsiniz. Ala bunu yer, mən dirisini. Deyirəm, yəni gözləmədim. Şahidirlə. Bu dəqiqənin özündə mənim yaşda, orada, içəriyə, harada görsə, o gəlib mənlə, görüşməsə məndən uzaqlaşır. Amma əmək verdiyi, ona kömək çıxdığı, sözlər deməli, qahman çıxdığı şagirdlər var. Görürlər ki, gəlib üzərində onları gedirlər. Gelirlər də var. Benim ağlamın kızı Sevda, bir daha bir ağlamı söz dedi. Dedi ki, siz adı düz qoyabilmişsiniz. Dedi, Sevda, niye adı düz qoyabilmişsiniz? Dedi, siz Çəkir? Yox. Nərman, salam aleyküm, axşamınız xeyirli olsun, bir daha xoş gəldiniz. Xoş gün olsun. Nərman müəllimi, mən əmi kimi yox, birinci növbədə müəllim kimi, sizdən müəllimlərin timsalında həqiqətən müəllimlərə çox böyük hörmətim var. Olub, olacaq da inşallah. İlk növbədə Nərman müəllimi müəllim kimi təbrik edirəm. Allah uzun ömür versin, can sağlığı versin. Allah dünyasını dəyişmiş müəllimlərimizin ruhunu şad eləsin.
yuxuları şad olsun. Allah övladlarına, əzizlərinə gələcək versin. Müəllimlərlə dolu olsun ətrafları, nəsilləri. Müəllim vəzifəsini mən öz aləmimdə, uşaqlıqdan, özümü tanıyandan böyük bir vəzifə bilirəm. Həqiqətən öz düşüncəmdir. Təbrik edirəm Nəriman müəllim. Allah uzun ömür versin, Allah can sağlığı. Günah olsun.